İzləyicilər, bir daha sabahınız xeyir olsun deyirik. Bugün Qəhrəmanlar deyərək Biləsuvarımızın Günəşli kəndində Nahid Üzeyroğlunun 5-ci il dönümüdür. Xeyirxah vaxt bu gün də şəhid qəhrəmanının ocağında, hər zamandakı kimi şəhidlərinin ziyarətindədir. Allah cəm şəhidlərimizi, rəhmət qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Azərbaycan çiçəkli bayrağı hər zaman dalğalanmağı arzulayırıq. Vətən uğrunda canından keçən qəhrəman ocaqları ziyarət etmək də boynumuzun borcudur. Allah şəhidlərimizə rəhmət eləsin. Əmi, bu günləri şəhidimiz Nahid vətən uğrunda canından keçdi. Allah verdiyi ömrü vətənə qurban verdi ki, xalqımız, millətimiz rahat, sərbəst, azad yaşasın. Gənclərimiz rahat təhsil alsın deyə onlar canından keçdilər. Bu gün də vətən uğrunda canından keçən qəhrəmanların ocağını ziyarət etmək özümüzə borc bildik çəkə işqilanda. Bir əmi kimi qardaşın oğlu haqqında qısaca xatirələrini eşitmək istəyirdik. Buyur. Qardaşım oğluna Allah rəhmət eləsin deyirəm. Vətənimizin, torpaqlarımızın yolunda getdi. Allah ruhunu şad eləsin. Bizim başımızda uca et. Başqa da demirlər. Çox sağ ol, var olasan. Üzeyir ata, bugün qarşında baş əyirik. Bugün vətənin çürəkli bayrağının dalğalanmağı sizin kimi ataların, övladların sayəsindədir. Əlbəttə, Seyli atalar ki, bugün övladlarınızı qurban verir sözdə. Yenə başüstü dik tutaraq tək vətən sağ olsun deyirsən. Hər zaman da qəşəng, vətənpərvər şəhidlərə ait şeirləriniz olub. İstərdik ki, elə ilk sözü siz o qəşəng, belə deyək də, vətənpərvər şeirlərinizlə başlayırsınız. Buyur. Allah bütün şəhidlər rəhmət eləsin. Zamanında, anında şəhidlər hamısı vətənin, torpağın haqisına, çağırışına səs verdi. Onları azad eləmək uğrunda mübarizə qalxdılar. 30 ildən də artıq bir zaman məsafəsi vardı ki, bütün Azərbaycan xalqı vətəndən vətənə baxırdı. Amma şəhidlərimiz qanları ilə, canları ilə bu vətəndən vətənə baxmaq niskilin, ağrısın bizim üstümüzdən götürdü, bütün xalqımızın üstündən götürdü. Bütün Azərbaycanın yaranması üçün, inkişaf edilməsi üçün, birləşməsi üçün bir şərait yaratdılar. Ruhları şad olsun. Sönən deyil bu vətəndə bu ocaq. Bu ocağı alışdıran mehi var. Yurt sevgisi sevgilərin şahıdır. Hər ürəkdə sevgilərin şahı var. Axan qanla yazılıbdır hasarı. Rəssam olub hər yazarı, rəssamı. Hər ürəkdə bir şəhidin məzarı, hər məzarda bir ananın ahı var. Barıqlıdır hər qoxusu bu xalqın. Gerçək olur hər yuxusu bu xalqın. Göylərdən də yox qorxusu bu xalqın. Çünki göydə şəhidlərin ruhu var. Eşq olsun şəhid babalarımıza. Çox sağ ol, var ol Üzeyir əmi. Bizi də həqiqətən qürurlandırdın. Biz sizinlə və sizin simozda bütün şəhid atalarla fəxr edirik. Allah sizlərə var eləsin, Allah sizlərə can sağlığı versin, Allah sizlərə səbr versin. Təşəkkür edirik, var olasın. Ay Allah, neyinirsən? Sağ ol, var ol, Allah Allah kömək. sənin də köməyin olsun. Var olasan, təşəkkür edirik. Allah razı olsun. Bir iki söz götürmək istəyirəm, icazə verirsiniz. Buyurun qardaş, buyurun. Allah sizləri var eləsin. Bu günləri qəhrəman şəhidimiz vətən uğrunda canından keçdi. Təki vətən sağ olsun deyən bugün Nahid Üzeyroğlunun ocağındayıq. Bugün həqiqətən rahat, sərbəst azadlığımız, qan ilə tarix yazan vətən uğrunda canından keçən şəhidlərə borcluq. Bax, o şəhid atalarından da biri bizim məclisimizdədir. Qəhrəman şəhidimizin evin yeganə övladım vətən uğrunda qurban verib, başını dik tutan, təki vətən sağ olsun deyən qəhrəman şəhid atası Zakir dayından istərdik ki, bir iki kəlmə söz götürək. Buyur Zakir dayı. Allah salam aleyküm. Günləri bəli, Nahid balamızın 5-ci il dönümüdür. Günləri onun ocağına ziyarətə gəlmişik. Allah ziyarətimizi qəbul eləsin. Allah bütün şəhidlərimizi də ruhunu şad eləsin. Allah sənin də canı salamat eləsin. Çox sağ ol dayı. Qarşında baş əyirik. Bugün rahat, sərbəst azadlığımız sizin kimi qəhrəman atalara borcluyuq. Hər zamanda, hər anda, zaman keçdikcə sizlərin yanında olmaq boynumuzda olan borcdur. Var olasınız, Allah sizləri var eləsin. Asaqal, siz də bir iki kəlmə deyirdiniz, buyur. Zaman keçdikcə şəhidlərin yeri daha aydın görünür. Bugünkü xoş həyatımız, gələcəyimiz, rahatlığımız üçün canlarını qurban verən həmin şəhidlərin qarşısında hamımız baş əyirik. Allah onların ruhunu şad eləsin. Onsuz da onlar ruhları həmişə cənnətdədir və bizim onları anmağımız isə borcumuzdur, vətəndaşlıq borcumuzdur, insani borcumuzdur. Allah onlara rəhmət eləsin.
Allah onların qəbirlərini nurla doldursun. Amin. Cənnət məkan olsunlar və gələcək nəsillərə nümunə kimi həmişə yaşayacaqlar. Çox sağ ol. Gözəl sözlər dedin. Əlbəttə ki, şəhidlərimiz yeni bir tarix yazdı. O tarixi biz hələ ki yaşayırıq 5 ildir. Çünki 30 il işğal altında olan torpağı canların qurban verib azad etdilər. Bəli, zaman keçdikcə gənc nəslə də çatdırmaq bizlərin borcudur. 1400 neçə il keçib də üstündən bizim imamlarımız, peyğəmbərlərimiz İslam dinini yaşatmaqdan ötürü canlarından keçdi. Bu gün də o şəhidlər də İmam Hüseyin şəhidlərdir. Bizlərin borcudur ki, nəsildən nəslə çatdırmaq. Təşəkkür edirəm. Gözəl sözlər dedin, var olasan deyirəm. Ağam, istərdim siz də bir iki kəlmə deyəsiniz. Buyur. Bismillahirrahmanirrahim. Şəhidlər haqqında danışmaq hər tərəfdən mümkündür. Yəni çox danışmaq olar. Ancaq mən istərdim ki, elə bizim müqəddəs Quran-ı Kərimin şəhidlər haqqında dediyi bir cümləni, bir ayəni deyim. Çünki onların o məqamını ən gözəl tərzdə ifadə